böyük bir sevindir canlıdır. Münasibətlə bütöv Azərbaycan Gənclər Təşkilatı üzvlərini və Bageti sevərləri təbrik edir. Azərbaycan gəncliyi bu Güney ilə birləşərsə, Güney Azərbaycan istiqlalı yolunda mübarizə apararsa, tez bir zamanda Güney Azərbaycan istiqlalına qovuşacaqdır. Onsuz da təbii ki, Güney Azərbaycan istiqlalını qazanacaqdır. Amma Quzey buna dəstək verərsə, bu daha da sürətli olar. Həmçinin Quzeyin dəstəyi və digər Türkiyənin dəstəyi buna çox kömək edən. Düşünürəm ki, üç rəngli istiqlal Taxarat üstə dağılan bayrağımız bir zamanlar və qısa bir zamanda Güneydə dağılanacaq. Həmçinin Qarabağda. Və bir daha bu bayraqları tək Güney, Qarabağ gözləmir. Bu bayraqları Xoca Dərbənd gözləyir, Borçalı gözləyir. Bunlar hamısı itirilmiş Azərbaycan torpaqlarıdır. Bunu bərpa etmək biz gəncliyin müqəddəs borcudur. Əgər bunu etməsək, tarix bizi bağışlamayacaq. Biz Rəsulzadə Elçi və nəvələriyik. Öz liderlərimizin yolunu davam etdirməliyik. Və sözümü təbii çıxmışım çox olardı, amma digər istasiyaya nəzər alaraq sözümü Azərbaycan yolunun yolbayı, həyatını Azərbaycan xalqının, Türk millətinin özgürlüyünə həsr edilmişdir. Əvvəz Elçi mənim söz ən çox sevdiyi bir şeylə bitirmək istərdim. Orada bir yol var uzaqda. O yol bizim yolumuzdur. Dönməsək də, varmasaq da, o yol bizim yolumuzdur. Oğuz rayonunun bütöv Azərbaycan Gənclər Təşkilatını təmsil edirəm və söz verdiyi üçün təşəkkür edirik. Hər kəs salamlayıram təkrar. Biz Oğuz rayonunda son günlərdə, Ruslan bəyə mən demişdim, son günlərdə biraz iqtidar partiya tərəfindən təzyiqlərə məruz qaldıq. Bizim bütöv Azərbaycan Gənclər Təşkilatının üzvlük kağızları və nizamnaməsi təəssüf olsun ki, ofisdən götürüldü və atıldı. Ondan əlaqədar mən demək istəyirəm ki, yəni bizim sırf bəlkə təşkilat olaraq, bəlkə də şəxsən özümə görə edildi, amma nəticə olaraq bütöv Azərbaycan Gənclər Təşkilatı, yəni Azərbaycanın daxilində, hətta iqtidarda olanların belə Azərbaycanın bütövlüyünə qarşı olması, amma rəmzi olaraq hansısa bir metroda yeter artıq birləşək deyə şüarların səslənməsi və yaxud da o şüarlara aid fotoşəkillərin yerləşdirilməsi, sonra da eyni adlı təşkilatın sənədlərinin belə deyək, məhv edilməsi mənə elə gəlir ki, bir-birinə tamamilə ziddir və həqiqətən də elə. Azərbaycan Gənclər Təşkilatı haqqında müəyyən qədər məlumatı var. Mən İstirahatlı mənsub Azərbaycan Gənclər Təşkilatı Mingəçevir şöbəsinin sədriyəm. İstərdim ki, Mingəçevir şöbəsi bu barədə qismən bir məlumat verim. Azərbaycan Gənclər Təşkilatı Mingəçevir şöbəsi 26 noyabr 2011-ci ildə təsis edilib. Yəni təxminən 3 aylıq bir müddətdir. Bu müddətdə təşkilatımız təsis edilən zaman cəmi 2 üzvü var idi. Ancaq bu 3 aylıq müddətdə aktiv iştirakının nəticəsində təşkilatın üzvü 27-yə qaldı. Təşkilat Bagitinin digər təşkilatlarının bir qədər fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onun fəaliyyət əhatəsi Bakını deyil, Azərbaycan rayonlarını və digər şəhərləri də əhatə edir. Buna misal olaraq 10 rayon şöbəsini misal göstərmək olar. 10 rayon şöbəsinin olması Bagitinin böyük uğurlarından biridir. İştirakçıları və nümayəndələri, milli mücadiləmizin əziz və dəyərli soydaşları, başda dəyərli dost Ruslan İzzətli olmaqla hər birinizi tarixi bir zamanda keçirilən çox mühüm qrupdan münasibətlə təbrik edir. Sevgi və sayğı dolu salamlarımızı hamımıza ilətirəm. İnanıram ki, qurultayın qəbul etdiyi qərarlar milli mücadiləmizin gedişində yeni və əsaslı keyfiyyətli dəyişikliklərlə nəticələnəcəkdir. Bugünkü qurultay dünyada çox ciddi proseslərin getdiyi və dünya xəritəsinin yenidən dizildiyi bir zamanda baş tutur. Belə bir zamanda Güney Azərbaycan, habelə ardınca bütöv Azərbaycan probleminin dünya probleminə çevrilməsi və beynəlxalq münasibətlərin hüdməti olması əsas vəzifədir. İnanıram ki, milli mücadiləmiz bu vəzifənin öhdəsindən şərəflə gələcək və yaxın bir zamanda Güney Azərbaycan istiqlalına və daha sonra bütöv Azərbaycanın qorunmasına nail olacaqlar. Yaşasın müstəqil Güney Azərbaycan, yaşasın bütöv Azərbaycan, yaşasın böyük Azərbaycan. Sayğılarla Mahmudəli Çöktəqanlı. Dəyərli ziyalılarımızın, partiya rəhbərlərimizin, partiya rəhbərlər müavinlərinin, Gənclər Komitələrinin rəhbərlərinin bugün burada iştirakı biz gənclərə mənəvi dəstəkdir. Eşq olsun sizlər və sağlıqlı 2009 ildə fəaliyyət göstərir və təşkilatımızın qarşısına qoyduğu bir hədəf var. Sivizyonda da görürüz, bizim məhkürəmiz Məhəmməd Əmir Əfsədənin məhkürəsidir. Yəni,
liberal, demokratik dəyərlərə söykənən milli məhkürək. Biz kimlərinizə dediyi kimi şovinist deyilik. Biz kimlərinizə dediyi kimi millətlərin bir millətə qarşı qoyduğu yox, öz millətimizi tanıtımıdır. Necə ki, əvvəlcə Cibər deyirdi, mənim türkçülüyüm başqa millətə əzmək deyil, öz millətimi başqa millətlər yanısında tanıtımdır. Bizim məhkürəmiz, bizim ideologiyamız budur. Bugün Quzey Azərbaycanda Əleyhlər hakimiyyətinin bu qədər baskı etdiyi bir dönəmdə, medianın, azad medianın susturduğu bir dönəmdə, təşkilatlara baskı etdiyi bir zamanda, partiyalara gələcək vermədiyi bir zamanda, parlamentə təyin etdiyi insanlar bir zamanında, bugün bu qədər gənsi bura yığışıb, qurultay keçirirsə, məncə ən böyük səbəb budur. Keçən dəfə mart ayının əvvəli bir tədbirdə çıxış zamanı ölkənin, yəni rayonun bürokratik rəhbərlərinin xoşuna gəlməmişdi bu çıxış və gecəykən o hakimiyyətin orada məhdaq və yaltaq gəncliyi rayonumuzun ofisinə, rayon şöbəsinin ofisinə hücum edərək bizim üzvlü kağızlarımızı məhv edib, nizamlarımızı məhv edib və rayon şöbəsinin rəhbərliyinə və üzvlərinə təzyiq edirlər. Mən üzümü onlara tuturam və bilirəm ki, zalda onların adamları, üzümü onlara tuturam. Əgər bu qədər güclüsünüzsə, əgər 500 mindən çox üzvünüz varsa, parlamentdə yetər sayı sizin ətrafınızdadırsa, bəzi partiyalar, loyallar sizin yanınızdadırsa, əlinizdə 4-5 dənə televiziya varsa, bu qədər media varsa, sizin maliyyələşdirdiyiniz bəzi gənclər təşkilatı var ki, pulla ən güclü təşkilat kimi göstərmək istəyirsinizsə, əgər bu qədər sizin gücünüz varsa, 2 milyon əhalinin yarım milyonu seçisi sizin yanınızdadırsa, nədən qorxursunuz biz təşkilatdan? Xeyr, onlar qorxur. Niyə? Onlar bilir ki, dünən üzv olduqları Komünist Partiyasında milyonlarla üzv var idi, amma azadlıq meydanına çıxan minlərlə insan onu məhv etdi. Onlar bilir ki, Qəddafinin pulu var idi, milyonu var idi, amma bildi ki, 100 minlər onu məhv etdi. Onlar bilir ki, Tunisdə Hüsnü Mübarəki yıxan xalq sabah da bunu yıxacaq. Onlar bilir ki, Qubada qalxan üsyan sabah Bakıda qalxacaq. Azərbaycan gəncliyi qarşısında bu hədəfi qoymalıdır. Biz digərləri kimi Quzey Azərbaycanda 9 milyon haqqın qaldırıb 35 milyona göz yumuruq. Biz digər təşkilatlar kimi Güneydə siyasi təşkilatı, Quzeydə ictimai təşkilatı bunu da demirik, Güneyin haqqın qaldırmaqla Quzeyin haqqın qaldırır. Yəni, bütöv və demokratik Azərbaycan davasının daşıyıcılarıyıq. Bu davanın isə, bu yolu isə bizə Sayın Əbülfəz Elçibər gətirib. Azərbaycan ilk və sonuncu demokratik prezidenti hələ ki, Azərbaycan biz gəncliyin nəyə də çox olmasa 2 diktaturu var. Güneydə Əhməd Necat sistemi, Quzeydə İlham Əliyev sistemi. Nə yazıqlar ki, yaşımızın az olmasına baxmayaraq, bəzən gücsüz olmamıza baxmayaraq, hər iki rejimə qarşı mücadilə aparmalıyıq. Bugün Güney Azərbaycanda milyonlarla bacı və qardaşlarımız öz dili, öz haqqı yolunda mübarizə aparır. Güney Azərbaycan hərəkatı özün tanıtımdır. Əgər bugün bir partiya, bir təşkilat oradakı haqqa dəstək vermirsə, bu adam ciddi düşünməlidir. Bir insanın dilini almaq olmaz. Tanrı onu dünyaya gətirəndə türk dili kimi dünyaya gətirdi. Lazım olsa fars dili kimi dünyaya gətirərdi. Bugün biz şovinistlik yox, dünyanın BMT nizamnaməsinin və İran anayasasının əməl olunmasını tələb edirik. Biz tələb edirik ki, 15 və 19-cu maddədə göstərdiyin ana dilini türk dili xalqına ver. Onlar etnik azlıq deyil, əhalinin böyük bir qismini təşkil edir. Biz tələb edirik ki, Güney Azərbaycan soydaşlarımızın yürüyüşlərinin, aksiyalarının qarşısını alma. Güney Azərbaycan haqqı deyən, bugün təbrik məktubu göndərən dostlarımızın çox böyük bir hissəsi xarici mühacirət yaşayır. Amma bu məktubun da biri var. Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı. Bu hərəkat Təbrizdə fəaliyyət göstərir və çox yaxın bir zamanda rəsmi qeydiyyətə keçəcəklər. Biz də o dostlarımızdan danışdıq. Dedik, çox böyük risk edirsiniz. Çünki Əhməd Necat, quldur, molla rejimi sizlərə baskı edəcək, sizləri həbs edəcək. Amma onlar dedi, yetər sustuq, yetər xaricdə fəaliyyət göstərdik. Dövlətçiyik, tutulacaq, amma mübarizəmizi aparacaq. Bəli, Güney Azərbaycan hərəkatı Quzey Azərbaycanı öz təsir edəcək. Təbii ki, bugün Quzeydəki hərəkətə susub Güneyə dəstək vermək özü ciddi bir siyasi fikir deyil. Çünki bilirsiniz ki, bu rejim rəhbərliyi, mən 50 milyon Azərbaycanlıyam prezidenti deyən bir şəxs bugün Güney Azərbaycan türklərinin burada oxunmasının qarşısını alır. Bugün onun televiziyaları Güney Azərbaycan haqqında heç bir xəbərlər verilmir. Yalnız İran generalları bunları söyəndə gücləri qalxır, haqqı deyirlər. Amma İran generalı söyməyəndə bunlar susurlar. Belə olmaz.
Güney Azərbaycan sənin millətindir. Əgər mən 50 milyon Azərbaycanın prezidenti deyirsənsə və yaxud dostlarımızın biri dediyi metrolarda əgər bir zaman reklam xatirinə bütöv Azərbaycan xəritəsi qoyursa sənin məmurun, bu düşünməlisən, əməlli olmalıdır, sözdə yox. İnsanlar düşünür ki, əgər bu ölkədə Qarabağ qazisinə, şəhid ailəsinə sayğısızlıq varsa, bəzi vizyonda görür, şəhid ailəsi də görür. O adi bir şəhid ailəsi deyil. Bu da Azərbəydə var. Qurban Məmmədov büyük müdafiəçi və bir çox dostlarımız da dəstək oldu. Biz keçən il martda bu hakimiyyət bir şəhidi tərtərdən dünyasını dəyişmiş Elnur Məmmədovun ailəsindən 300 manat pul istədi. Və bizim təşkilat bundan xəbər tutdu və dostlarımızla, ziyalılarımızla bir yerdə biz o aksiyaya başladıq. Görün, uğrunda öldüyü bir vətəndən 1 metr torpaq bir şəhid ailəsinə pulla verilirsə, biz necə bu hakimiyyəti dəstəkləyə bilərik? Əgər Qarabağ qazisi 150 manata möhtaçdırsa, necə biz bu hakimiyyəti dəstəkləyə bilərik? Bugün məcburi köçkünlər az-yalavac halda rayonlarda yaşayırlarsa, yataqxanalarda yaşayırlarsa, necə bu hakimiyyəti dəstəkləyə bilərik? Bəzən deyirlər ki, müharibə istəyirik Qarabağ. Xeyr, böyük səhv edirsiniz. Bir evdə böyüyən bir gənc Qarabağ qazisinin, öz atasının az və yalavac görürsə, o necə müharibəyə gedəcək? Bu ölkədə əgər sənin hərbin, Düdəfşünə hadisəsi zamanı 91 dənə hərbiçi dünyasını dəyişirsə, necə hərbidə sən qalib gələ biləcəksən? Əgər sənin Müdafiə Nazirliyində yüksək klanlı məmurlar arasında dava getirsə, bir-birlərinə qarşı ittihamlar məhkəmələr verirlərsə, mən necə özümü sığortalayım ki, mənim Müdafiə Naziri müharibə edəndə mən bu müharibədə qalib çıxacam. Əksinə, mənim ölkəm daha da geri düşəcək. 18 ildir biz bir dəfədə müsahibələrimizin birində dedik ki, əgər bu hakimiyyətin siyasi əxlaqı varsa, səmimiyyəti və vicdanı varsa, 2013-cü ildə prezident namizədinə getməməlidir. 18 ildir Qarabağı almayan, 18 ildir demokratiyanın qarşısını alan, 18 ildir sərvət topaşma azadlığının qabağını alan, ifadə azadlığının qabağını alan, siz deyil, hakimiyyətə getməlidir ya yox. Qarşısında ilk demokratik prezidentimiz Əbülfəz Elçibəy var. Sağlığında bu rejim kampaniyalar apardı, onun əleyhli işlər gördü və güya Qarabağı bu insanlar verir və s. Yaxşı, bu insanlar Qarabağ verdi. 18 il haradasınız, niyə ala bilmirsiniz Qarabağı? Və 93-cü ildə gəliləndə qoyduğunuz şərtlərin heç birini yerinə yetirmədiniz. Ona görə biz Əbülfəz Elçibəyin siyasi iradəsini, Əbülfəz Elçibəyin siyasi kursun yenidən Azərbaycan gəncisi bərpa etməlidir, bütöv və demokratik Azərbaycan naminə mücadilə aparmalıdır və o zaman biz inanın ki, çox tez bir zamanda qalib gələcək. Rəsulzadə mükafatı təşkil etmişik. İlk dəfə də burada qurultayda açıqlayırıq. Paketinin embriyonunda olduğu kimi ay və ulduz üzərində Məhəmməd Əmin Rəsulzadə yazılan mükafatdır, qızıldan hazırlanacaq bu mükafat. Bu onu göstərir ki, biz Məhəmməd Əmin Rəsulzadənin ideyalarını yaşatmaq istəyirik. Rəsulzadə KGB generalı deyil. Rəsulzadə Qəddafi deyil, onu heykəllər qoyaq. Ona bütlər ucalaq. Rəsulzadəni ucaltmaq, onu qaldırmaq, onun haqqında əqidəli mükafatların yaradılması, onun haqqında əməli işlərinin görülməsidir. Ona görə biz bu mükafatı təyin etmişik, təsvir etmişik. Bu mükafatı siyasi mövqedən asılı olmayaraq, Azərbaycanın bütövlüyü və demokratiyası naminə iş görən, çalışan təşkilat rəhbərinə yaxud hansı bir ziyalımıza bu mükafatı dekabr ayında hədiyyə edəcəyik. Mən çox istəyirəm ki, bu mükafatı bu hakimiyyətə verim. Çox istəyirəm ki, bu hakimiyyətin rəhbərinə bu mükafatı verim və bir şərtlə ki, Azərbaycanın bütövlüyü naminə, demokratiyası naminə, vətəndaş cəmiyyəti naminə, sərvət topaşma azadlığı naminə istefa versin və keçid bir hakimiyyət yaratsın. Və o zaman bunun bu vətənə bir xidməti olaraq bu mükafatı ona verə bilərik. Amma bir şey bilin, əziz dostlar, diktaturlar heç zaman buna getməz. Onların çünki ayaqlarında böyük cinayətkarlıq var. Onlar bilir ki, bunlar öz könlünü xoşluqla geçsə, o cinayətlə açılacaq. O cinayətlə açılanda bunların hər biri məsuliyyətlə cəlb ediləcək. Bunların hər biri beynəlxalq məhkəməyə gedəcək. Amma dostlar, bir şey bilin. 5 ilə 3 ilə siz deviləcəksiniz. Nə qədər tez geçsəniz, o qədər cinayətiniz az ola bilər. Siz hər il əliniz qanlara batır. Siz hər il günahsız insanları həbs edirsiniz. Siz hər il meydanlara çıxan dostlarımızı, vicdan məhbuslarımızı həbs edirsiniz. Bununla da siz bu xalqın qarşısında sabah haqq məhkəməsində uzaq çıxa biləcəksiniz. Xeyr. Əziz dostlar, burada çox dəyərli ziyalarınız var. Mən çox vaxtınızı almaq istəmirəm. Mən paketçilərə təşəkkür edirəm. Rayon şöbəsindən bura gələn dostlarımıza təşəkkür edirəm ki, mən bilirəm, Mingəçevirdə, Gəncədə, Tovuzda, Ağstafada, digər rayonlarda fəaliyyət göstərmək çətindir.
Düzdür, mən getdim Gəncəyə, mən gördüm ki, tədbir, bizə ailən tədbir zallarına bağlanır. Bizim qarşımız alınır, maşınımızı izləyirlər, rayona buraxmaq istəmirlər. Əgər bir gün bu bizə təzyiqdirsə, görün hər gün sizə nə qədər təzyiqlər olur. Mən Oğuz şöbəsinin yaşadığı stresi, ağrını yaşayıram. Mən bilirəm Mingəçevir şöbəsində hansı ağrılar var. Çünki bir şəhərdə ki, azad media yoxdur. Bir şəhərdə ki, təşkilatlar çox zəifdir. Orada tək başına, tək gücü ilə mübarizə aparmaq olmaz. Özdə hansı mübarizəni? Bu rejimin sevmədiyi bütöv demokratik Azərbaycan mübarizəsini. Amma dostlar, Məhəmməd Əmir Əsədə də siz yaşda 17-18 yaşında mücadiləyə başladı. Düzdür, ailəsini qurban verdi. Öz övladını qurban verdi. Yeganə şəxs idi ki, öz ailəsini, öz şəxsiyyətini bu millətə, bu dövlətə qurban verdi. İkinci bir tarix isə Əbülfəz Elçibay yaratdı. Bir var siyasi adamlar, onlar həmişə uzağı görür və öz şəxsiyyətini qorur və hətta digərlərin şəxsiyyətini qurban verir. Bir var isə dövlət adamı. Dövlət adam isə özün də və ailəsini dövlətə qurban verir. Bu tarixi ikinci dəfə Çağdaş Azərbaycan tarixini Elçibay yazdır. Üçüncü tarix isə biz yazacağıq. Amma o tarixdən sonra bu hakimiyyətin, qanunumuzla qurduğumuz demokratiyanı heç bir diktaturaya, heç bir adalatsizləşmə vermək lazım deyil. Azərbaycan gəncliyi bugün ayaqdadır. Azərbaycan gəncliyi dünyanın gəncliyi deyil. Universitetlərin akt zallarında, tədbirlərdə, seminarlarda hansı mücadilə apardığını mən bilirəm, hansı baskın altında iş gördüklərini mən bilirəm. Ona görə eşq olsun sizə və dəyərli dostlarıma təşəkkür edirəm ki, bugün bizə mənəvi dəstək olsun. Liderimiz Rəsulzadədir. Bizim təşkilatımızın da ümumiyyətlə şüarı bundan ibarətdir ki, yolumuz Rəsulzadə Elçibay yoludur. Nizamnaməmizdə də birinci bəndə görə Azərbaycanda Azərbaycan Xalq Cəbhəsindən ayrılmalar nizamnamənin birinci sətrinin birinci cümləsinə görədir. Azərbaycanın bütövlüyü məsələsi, parçalanma məsələsi. Ona görə Azərbaycanda hal-hazırda bu qədər partiyalar var, buna görə ayrılır. Biz onu saxlamışıq. Və Əbülfəz Elçibəyin tövsiyəsi də budur ki, təzədən bayraq yapmağa, axtarmağa ehtiyac yoxdur, o bayraq var. O bayrağın simmetriyasını pozub təzədən nəsə düzəltməyə ehtiyac yoxdur. Təbii ki, bir təşkilat ölü üçün qura bilər. Amma siz bütöv Azərbaycan Gənclər Təşkilatı olaraq elə Azərbaycanın bayrağı ilə məncə kifayətlənməlisiniz. O bayrağı hədəflərə, o bayrağı seçmələrə, o bayrağı qələbələrə aparmalısınız. Mütləqən yox, sırağa gün Qubada baş verənlər hamımızın gözünün qabağındadır. Görürsünüz, Fars rejimi bir cür təqdim edir, Rusiya bir cür təqdim edir, Azərbaycan iqtidarı da bir cür təqdim edir. Yəni, amma orada real vəziyyət tamam başqadır. İcra başçısı bir cür deyir, arvadı bir cür danışır. Azərbaycan hökuməti də sudur və heç bir açıqlama verir. Yəni, bu məsələlər var və ona görə də bizdə bu məsələlərə münasibət bir mənalı şəkildə deyil deyə Azərbaycanın bugünkü iqtidarı, Əliyevlər rejimi, nə özü, nə böyücü, nə bundan sonrası ümumiyyətlə dövlətçilik psixologiyasından qat-qat uzaq olduğuna görə, dövlətçilik psixologiyasının əlifbasını bilmədiyinə görə, diplomatiyanın nə olduğunu bilmədiyinə görə bizim də hörmətli millət vəkillərimizdə birisi deyir ki, sağ olsun İlham Əliyev heç olmasa orada toplaşanlara güllə atmadı. Yox, bir gələk top atardılar. Orta nəsildə, gənclər də burada bir-birlərlə koordinasiyalı şəkildə işləməlidir. Biz öz dövlətimizi demokratikləşməlidir. Və çoxlu yeni gənclər, gənc təşkilatlar var və bu gənc təşkilatların hamısını arzulayıram, arzu edirəm ki, onlar bir-birlərində fərqli fəaliyyət göstərməsindən, Azərbaycanın demokratikləşməsi deyəndə burada çox geniş danışmaq olar ki, nədən ibarətdir, buna ehtiyac da yoxdur. Demokratik seçim mühitinin dəyişdirilməsi, diktatura rejiminə son verilməsi, sonra cəmiyyətin hazırlanması, bütün bunların hamısını inanıram ki, gənclərlə orta və yaşlı nəsil birlikdə həyata keçiriləcək. Azərbaycan gənc xanımları da bu işlərdə daha fəaldır və onların da bir təmsilçisi olan gənc adlandırılır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Sədr müavini Gözəl Bayramdır. Çox sağ olun, hörmətli sədalət, hörmətli qomutan nümayəndələri və daha hamısı salamlayıram. Təbrik edirəm. Bütöv Azərbaycan Gənclər Təşkilatının ikinci qrupu münasibətidir. Azərbaycan gəncliyinin çox böyük bir potensialı var və sevinirik ki, gənclərimiz müxtəlif təşkilatlarda birləşərək Azərbaycan uğrunda, bütöv Azərbaycan uğrunda, Azərbaycanın demokratikləşməsi uğrunda mübarizə aparırlar. Bütöv Azərbaycan Gənclər Təşkilatı da belə təşkilatlardan biridir. Azərbaycanda öz sözü olan, öz yeri olan təşkilatlardan biridir və mən əminəm ki, bütöv Azərbaycan Gənclər Təşkilatı öz qarşısına qoyduğu missiyanı yerinə yetirəcək. 20-ci əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin əsası qoyuldu və
üç rəngli bayrağımız Azərbaycanın üzərində dalgalandı. Və 20-ci əsrin sonlarında Məhəmməd Əmin Əbülfəz Elçibəyin rəhbərliyi ilə Azərbaycan yenidən öz müstəqilliyinə nail oldu və üç rəngli bayrağımız Azərbaycanın üzərində dalgalandı. Və mən əminəm ki, Azərbaycan gəncliyinin potensialı buna kifayət edir ki, tezliklə Azərbaycanın üç rəngli bayrağı bütöv Azərbaycanın üzərində dalgalansın. Mən Azərbaycan gəncliyinə inanıram. Necə ki, 88-ci ildə təşəkkür edirəm, Xəyalı xanım məni gənc kimi təqdim edərək bu hərəkatda iştirak elədi və o bayrağın qaldırılmasında, Azərbaycanın müstəqilliyinə nail olmasında iştirak elədi və bugün biz bu estafeti siz gənclərə veririk və mən əminəm ki, tezliklə Azərbaycanın üç rəngli bayrağı bütöv Azərbaycanın üzərində dalgalanacaq və mən bu bayrağı bütöv Azərbaycan gəncliyinə, Gənclər Təşkilatına hədiyyə edirəm.